Son zamanlar belə bir dəb deyək, tendensiya deyək ki, insanlar həyat tərzini və ya qidalanma şəkillərini dəyişməkdənsə, bunları qısa yoldan həll eləməyə cəhd edirlər. Məsələn, qida əlavələrinə üstünlük verirlər və gündəlik qidalanmalarını qida əlavələri ilə əvəzləməyə çalışırlar. Sizcə buna səbəb nə ola bilər? Əsas səbəb burada insanların nəticəni tez görmək istəyidir. Təbii ki, qida əlavəsi onlara daha rahat və sürətli çıxış yolu kimi görünür. Buna görə də orqanizm deyə bilərik ki, bu qədər sadə işləmir. Hətta görürük ki, İlqar bəy, son dövrlərdə əksər hallarda bu seçimlər özlərinin şəxsi fikrinə və ya araşdırmalarına belə qaynaqlanmır. Sosial mediadan və ya influens olunduqları şəxslərdən, belə deyək də, aktiv media, sosial medianı işlədən şəxslərin tövsiyələri ilə bunu edirlər. Sizcə bu nə qədər təhlükəsizdir və ya nə dərəcədə doğrudur? Təbii ki, çox doğru vururlarız. Əgər insan qəbul etdiyi məhsulun tərkibini və orqanizmə təsirini kifayət qədər bilmirsə, bu artıq faydadan çox böyük risklər yarada bilər. İlqar bəy, gəlin etiraf edək ki, mütəxəssislər çox zaman sağlamlıq mövzuları ilə bağlı insanlarda etibar qazanmaq üçün çoxlu səy göstərirlər və bunun üçün də müəyyən bir zamana ehtiyac olur. Amma günümüzdə bu tip məhsulların istifadə olunması və ya araşdırılmadan, təhlükəsizlik göstəriciləri yoxlanılmadan çox rahatlıqla sosial şəbəkələrdən, sosial platformalardan insanlar rahatlıqla onlara etibar edir və istifadə edirlər. Bəli, tamamilə doğru vururlarız. Burada unutmaq lazım deyil ki, sağlamlıq mövzusundakı etibar mütləq yoxlanılmış məlumatlara əsaslandırılmalıdır. Yanlışlardan danışdıq, olmazlardan danışdıq. Yaxşı, İlqar bəy, bəs düzgün yanaşma hansı şəkildə olmalıdır? Bəli, burada ən doğru yanaşma təbii ki, mərhələli olmalıdır. İlk olaraq qidalanma və həyat tərzi çox vacibdir ki, qaydaya salınmalıdır və yanaşı olaraq qida əlavələri də yalnız real ehtiyac olduqda nəzərdən keçirilməlidir. Bir mütəxəssis olaraq yəqin ki, siz də pasientlərinizə bioloji aktiv qida məhsullarını tövsiyə edirsiniz. Yaxşı, istehlakçılar bu məhsulları əldə edərkən minimum nələrə diqqət etməlidirlər? Burada ən önəmli məsələ ən azı məhsulun mənşəyi, tərkibi və etibarlılıq barədə məlumatlı olmalıdır və dövlət qeydiyyatından keçib-keçməməsini yoxlanılmalıdır. Və təbii ki, burada ən önəmli məsələ də insanın nə qəbul etdiyini və niyə qəbul etdiyini bilməsi mütləqdir. İlqar bəy, faydalı məlumatları bizimlə bölüşdüyünüz üçün bir də sizə təşəkkürümü bildirirəm. Mənə təşəkkür edirəm, minnətdaram dəvətiniz üçün. Unutmayaq ki, sağlamlıq qısa yollarla deyil, düzgün və davamlı vərdişlərlə formalaşır.